Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Azərbaycan 3-7-ci əsrin birinci yarısında mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. Sasanilərin hakimiyyət dövründə mövcud olan əsas vergilər. Söhbət burada diqqət eləsək vergilərdən gedir. Çox vaxt torpaq mülkiyyət formasından vergiləri qarışdırırıq, amma vergilər olur. Torpaq vergisi olan xaraq və can vergisi olan gezit. Yəni cavab A variantıdır. Deməli, malcəhət bu dövrə aid olmadığına görə çıxırıq. Malcəhət əsasən Səfəvilərin hakimiyyət dövründən sonradır. Xərac malcəhət məsələsində xərac ərəblərin dövrünə aid olduğuna görə, cizyə ərəblərin dövrünə aid olduğuna görə çıxırıq. Malcəhətlə Çobanbəy isə yenə dedim ki, Səfəvilərin dövründən sonra mövcud olmuşdur. Burada Sasanilərə aid olan xaraqdan gezitdir. Sasani İmperiyası və Ərəb xilafət dövründə mövcud olan şərt torpaq sahibliyi müvafiq olaraq adlanırdı. Yəni deyir ki, əvvəlcə ardıcıllıqda birinci Sasaninin torpağını, ikincisi ərəblərin torpağını göstərək. Sasanilərin dövründə torpaq mülkiyyət forması, yəni şərti olan xostakdır, irsən keçənsə dastakirdir. İndi onda biz seçməliyik xostakı, ərəblərin dövründə isə seçməliyik iqtanı. Cavab olur A variantı. Dastakirt olanlar çıxmamızın səbəbi isə dastakirt irsən keçirdi, şərti deyildi, ona görə atırıq. Vəqf isə ərəblərin dövründə idi və dini idarələrə məxsus torpaqlar sayılırdı. Sasanilərin hakimiyyət dövründə Azərbaycanda feodallara məxsus irsi torpaq sahibliyi adlanır, dedik dastakert. 6-cı əsrin ortalarında Albaniyanı idarə edirdi. 6-cı əsrin ortalarında 510-dan 629-cu ilə qədər Albaniyanın Sasani mərzbanları, yəni Sasani canişinləri idarə edilmişdi. Ona görə C düzgün variantdır. Sasanilər tərəfindən hakimiyyətinə son qoyulan sülalədən söhbət gedir burada. Abbasilər ola bilməz, Monqollar son qoyub. Əhəmənilər ola bilməz, Makedoniyalılar son qoyub. Mehranilərə ərəblər son qoyub. Selevkilər eramızdan əvvəl Parfiyadan öncə yaranmış dövlət idi. Parfiya arşakilərini isə Sasanilər son qoymuşdu. 226-da bu dövlət varlığına bu dövlətin son qoyulur və daha sonra onun yerinə Sasanilər dövləti yaranır. Məzdəkilər hərəkatına aid 6-cı əsrin sonlarında yatırılması. Bu yanlışdır, çünki 481-529-cu illərdə Məzdəklər hərəkatı baş vermişdi. 529-da sonlarına yox, əvvəllərinə aiddir deyə atırıq. Xürrəmlərin ideya davamçıları hesab oluna bilməz. Çünki Xürrəmlər 778-837-ci illərə əhatə edir. Məzdəklər 481-529. Əksinə Xürrəmlər Məzdəklərin davamçısı idi. Xeyrin şər üzərində qələbəsi mümkünlüyünün inkar edilməsi yox, əksinə təsdiqləyirdilər ki, xeyir şər üzərində qələbə çalar. 480-ci illərdə başlamaq məsələsi düzgündür. Dedik 481-529-cu illərə əhatə edir. Qalib gələrək Sasani hakimiyyətinə son qoymaları. Xeyr, 529-cu ildə Məzdək edam olunur. Məzdəklərə aiddir. Əmlak bərabərliyi yaratmaq iddiasının irəli sürülməsi. A variantı düzgün deyil. İnsanlar bərabər olsunlar. Niyə varlı kasıb təbəqəsi olmalıdır ki? B variantını deyir, Azərbaycan istiqlaliyyətini bərpa etmək. Bu xürrəmlərə aiddir. Ərəb işğalçılarına qarşı mübarizə ola bilməz. Bu dövrdə heç ərəb dövləti yox idi, Sasanilər idi. 5-ci əsrin birinci yarısında başlanmayıb, ikinci yarısında başlayıb. Çünki 481 ikinci yarısıdır. Yüksək zümrələrin mənafiyi müdafiə olunmur. Əksinə dedik, kasıblar müdafiə olunurdu. Sasan şahı 1-ci Qubatın məzdəkiləri himayə etməkdə məqsədi xristianlığı məzdəkilər vasitəsilə gözdən salmaq yox, zərdüştlüyü məzdəkilərin əli ilə sıxışdırmaq yox, mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara, yəni əyanlara qalib gəlmək C düzgün variantdır. Xəzərlərə qarşı döyüşlərdə məzdəklərdən istifadə yox, şimal tayfalarının hücumlarına qarşı məzdəklərin silahlı dəstələrindən istifadə edilmək yox, əyanlara qarşı dedikdə şimal tayfaları yox. Daha əvvəl olub Dizrav 371-də, məzdəklərin başlaması 481-də, Mehranilərin hakimiyyətinə son qoyulması 705-də, hələ ki ən əvvəldə olan Dizravdır deyə bunları atırıq. Bələncər döyüşü 643-cü ildə, Amid 359. 359 yoxsa 371 daha əvvəldir. 359 daha əvvəl olduğuna görə A düzgün variant, Y düzgün variantdır. Daha əvvəl baş verib. Məzdəkilərin başlaması 481. Mehranilərin hakimiyyətinə son qoyulması 705. Sasanilər dövlətinə əsasın qoyulması 226. Ona görə A-nı da atıram. Hələ ki ən əvvəl budur. Dizravın baş verməsi 371. Albaniyada Urnaninin hakimiyyəti gəlməsi 313. Burada cavab Sasanilərin əsası qoyulması 226-cı il C düzgün variantdır. 3-cü əsrin birinci yarısında Atropatena Albaniyadan fərqli olaraq artıq Atropatena deyilən bir dövlət yox idi, Sasaninin asılığındaydı. Deməli, Romanın Selevkilər üzərində qələbəsi nəticəsində yenidən müstəqil olmayıb. Əksinə, yəni bu eramızdan
söhbət gedir. Eramızdan əvvəl yox. Bu A variantda deyilən məsələ 190-cı il Maqneziya döyüşünə aiddir. Eramızdan əvvəl, yəni bununla əlaqəsi yoxdur. Roma imperiyası ilə sıx münasibətlər saxlayırdı. Xeyr, əksinə 3-cü əsrin birinci yarısında, hətta 3-cü əsrin ortalarına qədər Albaniya Roma ilə sıx münasibətlər saxlayırdı. Sasanilərin tərkibinə qatıldı. Bəli, Sasanilərin tərkibinə qatıldı 227-ci ildə. Əhəmənilərin tərkibinə daxil idi. Xeyr, Əhəmənilər yox idi heç bu dövrdə. 330-da dağılır. Xristianlığı rəsmi din kimi qəbul etmək isə Albaniya 313-cü ilə aiddir. Atropatena heç dövlət belə deyildi. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlığı soruşur. Romanın Selevkilər üzərində qələbəsi nəticəsində yenidən müstəqil olmaları. Bu eramızdan əvvəl dedik ki, 190-cı ildir. Bizans imperiyasına qarşı mübarizə aparmaları 3-cü əsrdə Bizans imperiyası yox idi. Bizans imperiyası 395-dən sonra yaranmış Şərqi Roma və Qərbi Roma. Xəzərlərin yürüşünə məruz qalmamışdılar. Qavqabel döyüşündə İskəndərə qarşı döyüşlərdə iştirak etməkləri ola bilməz, çünki bu eramızdan əvvəl 331-ci ildir. Sasani tərəfindən işğal etmək ola bilər, çünki Atropatena 227-də, Albaniya isə 262-ci ildə Sasanilərdən asılı vəziyyətə düşmüşdür. 8-ci əsrin əvvəlində Albaniyanın daxili müstəqilliyi ləğv olundu ərəblər nəticəsində. Görək indi Abbasilərin həyata keçirdiyi siyasət ola bilməz. Niyə? Çünki 705-də Abbasilər deyildi, Əməvilər idi hakimiyyətdə. Abbasilər 750-dən sonra hakimiyyətə gəlir. Xəzərlər tərəfindən hücuma məruz qaldıqdan sonra Albaniyanın daxili müstəqilliyinin ləğv olunması, deməli, ərəblərin hücumundan sonra olduğuna görə beyində atıram. Cavanşirin ərəblər tərəfindən edamından sonra bu ola bilməz. Cavanşir 681-ci ildə edam olunmuşdu. Bundan sonra oğlu hakimiyyətə gəlmişdi. Oğlun dövründə olmuşdu. Mehranililərin hakimiyyətinə son qoyulması nəticəsində. Bəli, bu Cavanşirin oğlu hakimiyyətə. Elə bir sonuncu hökmdar Varaz Trıdat idi və bunun da öldürülməsindən sonra artıq Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulur 705-də və Albaniyanın daxili müstəqilliyi ləğv olunur. Xürrəmlərin yatırılması ola bilməz 837-də idi. Və Babəkin edamı 838-də. Albaniyanın daxili müstəqilliyi isə deyir 8-ci əsrin əvvəli, yəni 705. Aqoy Məclisinə aiddir. Xristian dininə aid qanunlar qəbul edildi. Bəli. 3-cü Vaçaqanın Albaniyada hakimiyyətə gəlməsi. Bu, elə bir 487-ci ildə 3-cü Vaçaqan gəlir. Aqoy Məclisi 488-ci ildə idi. Yəni, bunun dövrünə aid idi bu. Deyir ki, amma Aqoy Məclisində hakimiyyətə gəlməyib deyə ikinə atıram. Müstəqil Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək məqsədilə çağırılıb. Bəli, xristian dininə aid qanunlar da qəbul ediblər. Bütpərəstlik yox, əksinə xristianlığa aid qanunlar qəbul ediblər deyə düzgün variantdır. Məzdəklərin əsas müddəası. Dünya nemətlərindən imtina yox. Ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi, bəli, bu düzgün. Dedik ki, insanlar eyni təbəqədən olsun istəyirlər. Yoxsul, varlı məsələsi olmasın. Quldarlıq heç bu dövrdə yox idi. Feodalizm var idi. Ərəb əsarətindən xilas olmaq. Məzdəklərin dövründə ola bilməz. Ərəblərin özü 630-da yaranıb. Məzdəklər 481-529-cu ildə idi. Xristianlıq və feodal zülmünü ləğv etmək xeyir. Sasani dövlətinin Bizansın 629-da bağladığı müqaviləyə görə deməli deyir, Atropatena Bizansa qaytarıldı. Ümumiyyətlə, Sasani ilə Bizans arasında müqavilə bağlananda Azərbaycan əraziləri Sasanilərə gedib. Yəni, bu hər dəfə belə idi. Bizansa yox, Sasanilərə verilmişdi. Anlatıram. Albaniya Sasanilərin təsir dairəsində qaldı. Bəli, dediyimiz kimi, Azərbaycan ərazisi Sasanilərin hakimiyyətində qalmışdı. 16-da B düzgün variantdır. Deyir ki, Albaniya Dizra vuruşmasında, yəni 371-ci ildə itirdiyi torpaqları, yəni Uti, Sakaşen, Kolt, Girdiman ərazilərini nə vaxt geri qaytardı? 387-ci ildə Roma və Sasanilər arasında bağlanmış müqaviləyə görə. Deməli, 18-də deyir, uyğunluq gözlənilmişdi. Cavanşirin hakimiyyət dövründə Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Bəli, bu düzgün də elə. Albaniya həqiqətində Cavanşir hakimiyyətdə olanda 642-681-ci illərdə Albaniya öz müstəqilliyini qorumuşdu. Düz 705-ci ilə qədər. 19-a baxırıq, uyğunluq gözlənilmişdir. Atropatena Sasanilərin tərkibinə daxil edildi 3-cü əsrin 2-ci rübündə. Deməli, rüb məsələsinə gəldikdə, 1-ci ildən 25-ə qədər 1-ci rübdür, 26-dan 50-yə qədər 2-ci rübdür. Atropatena Sasanilərin tərkibinə 227-də daxil olubsa, deməli, 3-cü əsrin 2-ci rübü düzgün cavabdır. Uyğunluq gözlənilmişdir. Paytakran Atropatenanın tərkibində idi. Xeyr, Albaniyanın tərkibində idi. Paytakran indiki Beyləqan ərazisidir. Ümumiyyətlə, indi bizim bu dəqiqə rayonlarımız hamısı Albaniyanın rayonları olduğuna görə
onda Paytaqaranı cənuba götürə bilmərik. 4-cü əsrin sonlarından Albaniyanı idarə edib Sasani mərzbanları. Sasani mərzbanlığı dövrü deməli 516-129-cu illərdə və 463-dən 487-yə qədərki dövrlərə aid edir. Ona görə bu ola bilməz. 7-ci əsrin sonlarında Albaniyada hakimiyyətə Mehranilər gəlib. Xeyr, Mehranilər 6-cı əsrdə və 7-ci əsrlərdə. Yəni 6-cı sonunda Mehran özü var idi. Sülalənin hakimiyyətə gəlməsi isə 630-dan hesablaya bilərik. Ona görə bu da yanlışdır. Albaniya 3-cü əsrin ikinci yarısında daxil edib Sasanilərin tərkibinə bəlli 262-ci ildə düzgün variantdır. Dizirav döyüşü isə 270-ci illər yox, 371-ci ildə idi. Yeni də atıram. 5-ci əsrdə Albaniya hücum eləmişdi. Kimlər? Slavyanlar yox. Qərbi Roma imperiyası. Qərbi Roma imperiyası 395-dən 476-ya qədər mövcud olmuşdu. Ona görə 5-ci əsrdə yox. Ümumiyyətlə Roma ilə müharibə məsələsi 4-cü əsrdə idi. Beni də atıram. Selevkilər yox. Ərəblərdə yox. 462-ci ildə Haylandur Hunları Firuzun təkidi ilə gəlir burada 2-ci Vaçen dövründə hücum edir. Bunu deyir. Yəni türklərin yürüşlərini. 2-ci əsrin 20-ci illərində Albaniya Atropatendan fərqli olaraq deməli, burada Xəzər xaqanlığının asılı vəziyyətə düşməyib. Xeyr, Sasani dövlətinin tərkibinə daxil olmuş. Burada heç bir fərqli cəhət yoxdur. Albaniya əksinə 262-də daxil olmuşdu. Zərdüştlüyü rəsmi dövlət dili kimi qəbul etmişdi. Zərdüştlüyü yox, xristianlığı rəsmi dövlət dili kimi qəbul etməkləri 313-cü ildə idi. Daxili müstəqilini qoruyub saxlamaq düzdür. Dedik ki, Albaniya daxili müstəqilini qoruyurdu. Xarici müstəqilini itirdi sadəcə. Amma Atropatena çoxdan müstəqilini itirmişdi artıq. Atropatenanın 3-cü əsrin 20-ci illəri, Albaniyanın 3-cü əsrin 60-cı illəri oxşardı. Sasanilərin tərkibinə daxil edilmələri demək 227-ci ildə Atropatena, 262-də də Albaniya Sasanilərdən asılı vəziyyətə düşür. Dizirav döyüşünün nəticəsi 2-ci Şapurun başçılıq etdiyi Sasani qoşunları qalib gəldi. Dizirav döyüşünün əksinə Sasanilər məğlub olur. Yəni Sasani-Alban birləşmələri Romaya məğlub olmuşdu. Sasani qoşunları məğlubiyyətə uğradı. B düzgün variantdır. Məzdəkilər dinc yolla ədalətli cəmiyyətin qurulmasına inanır. Xeyr, mübarizə yolu ilə inanır. Xeyrin şər üzərində qələbəsinə inanır. Burada deyir, inkar edir, ona görə yanlışdır. Əmlakin varlardan alınıb yoxsullara verilməsini istəmirdilər. Xeyr, belə bir şey yoxdur, yoxsulların tərəfindəyilər. Mübarizənin son anında xeyrin şər üzərində qələbəsinə inanırdılar. Bu düzgündür. 7 deyir, mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasının mümkünlüyünü inkar edirdilər. Xeyr, əksinə mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasına inanırlar. Albaniya və Sasanilər üçün ümumi cəhət Xəzərlər tərəfindən süquta uğradılmaları. Əksinə ərəblər tərəfindən süquta uğradılmaları olmalıydı. Y düzgün variantdır. Bəs D niyə yanlışdır? Əməvilər sülaləsi tərəfindən deyir süquta uğradılmalı. Əməvilər sülaləsi 661-dən 750-yə qədərdir. Sasaniya süquta uğraması 651-dir. O Əməvilər sülaləsini heç görməmişdi. Xəlifələrin dövründə süquta uğramış deyil. Ümumi olaraq ərəblər desək daha düzgün olur. Nəçüristemdəki məbədin divarındakı yazı nəyə sübut edir? Albaniyanın Sasanilərin tərkibinə daxil olmasını. Sasani hökmdarı 2-ci Yezdəgirdin ölümündən sonra 2-ci Vaçe Albaniya daxili siyasətini dəyişiklik edərək xristianlığın qadağan edilməsi yox, əksinə qəbul edilməsi haqqında qərar verir. Həm xristianlıq, həm də zərdüştlüyü qanundan kənar elan etmir. Bunun əslində həmişədən xristian dini istəyirdi. Sadəcə dayısı Yezdəgirdə görə xristianlıqdan imtina edib zərdüştlüyü qəbul etmək məcburiyyətinə qalır. Dayısı ölən kimi fürsətdən istifadə yenidən zərdüştlükdən imtina edir, xristianlığa qayıdır. Baxaq indi variantlara. Albaniyanın idarəçiliyini kahinlərə tapşırmır, atəşpərəstlikdən imtina edir. Bəli, dedik, atəşpərəstlikdən, yəni zərdüştlükdən imtina edir, xristianlığı qəbul edir. Ölkənin mərzbanlığa bölməkdə buna aid deyil. Albaniya hökmdarı 3-cü Mehmed Vaçaqanın dini siyasəti mahiyyəti, xristian dininin fəal təbliği və dini qanunların qəbul edilməsi ilə A düzgün variantdır. Dizirav döyüşündən sonra Albaniyanın itirdiyi vilayətlər. Deməli, Albaniyanın itirdiyi vilayətlər burada olur. Deməli, baxaq, 4. Dizirav döyüşündə Albaniya itirmişdi Utis, Sakaşen, Kolt və Girdiman ərazilərini. Yenə eyni şəkildə Dizirav döyüşündən sonra Albaniyanın itirdiyi vilayətlər burada olmalıdır. Deməli, burada da olmalıdır. Urmiya gölü ətrafında 1. B düzgün variantdır. Dedik yenə Utis, Sakaşen və Kolt, Girdiman ərazilərini itirmişdi. Məzdəklər ədalətli cəmiyyətin qurulmasını mümkün hesab edirlər mübarizə yolu ilə.
Albaniya Sasanilərin tərkibinə daxil edilməsindən 35 il əvvəl Atropatena Sasanilərin tərkibinə daxil edildi 227-də. Albaniya isə 262-də daxil edilmişdi. Arşakilərin son nümayəndəsi Albaniyada xristianlığı fəal təbliğ edən 3-cü mömin Vaçaqan. Arşakiden sonra artıq Mehranilər hakimiyyətə gəlir. 629-da. Haylandır Hunlarına qarşı mübarizə aparıb ateşpərəstlikdən imtina edib 2-ci Vaçe. Mehranilərin hakimiyyət dövründə baş vermişdir. Mehranilər 629-dan 705-ə qədər hakimiyyətdə olubdu. Ona görə ilə ərəblərin Azərbaycana yürüşlərini götürə bilərik. Mehranilər sülaləsinin hakimiyyət dövründə baş vermişdi. Yenə deyirəm 629-dan 705-ə qədər hakimiyyətdə olublar. Kadisiya Ktesifon 636-637-ci illərdə A variantı. Eyni əsrarətdə Amiddən Dizraf 1-100, 359 və 371-ci illərdə idi. Deməli, bəzi döyüş 837, Bələncər 643 olduğuna görə bunlar aidiyyatı yox idi. Albaniyanın Atropatena 3-cü əsrdə deməli, Mehranilər tərəfindən idarə olunmayıb. Albaniya ümumiyyətlə Mehranilər tərəfindən idarə olunur 629-705-ci illərdə. Ərəblərə qarşı mübarizələrin aparılması yox idi 3-cü əsrdə heç ərəb. Xarici işğala məruz qalmalar ola bilər, Sasanilər tərəfindən işğal olunmuşdular. Albaniyanın 5-ci əsr tarixinə aid deyil, yeni Albaniyasının yaradılması aid deyil, Yesuagen dövrü və yaxud da Assuagen də deyə bilərəm. Sasan hakimiyyətinə qarşı azadlıq mübarizəsi baş vermişdi 463, 400, 457, 463-cü illərdə. Haylandır Hunlarla mübarizə aparmaq 462-dir. Müəyyən müddət Sasan məzmunlar tərəfindən idarə olunması 463-487-də aiddir. İlk xristianizm alayı isə 313-cü ildə. Yəni, xristian din rəsmi dövlət dini elan olunmuşdu. Deməli, verilənlərin hər ikisinin aid olduğu Alban hökmdarı Arşaklərə mənsub duymuş. Köhnə Alban əlifbası əsasında yeni Alban əlifbası yaradıb Assuagen. Albaniya dövlətinin paytaxtı 5-ci əsrdə deyir ki, hara köçülmüşdür. Deməli, əvvəllər paytaxt olmuşdu Qəbələ şəhəri. 5-ci əsrdə isə paytaxt olmuşdu Bərdə şəhəri. Buradan da Bərdəni götürə bilərik 4-də, yəni C variantı. Sahibsiz torpaqları hərbiçilərə paylayır. İnzibati islahat əsasında Sasani imperiyası 4 canişinliyə, yəni kustaklığa bölünür. 1-ci Xosrov Ənşavın 531-579-cu illər. Azərbaycanın erkən feodalizm tarixi təbii ki də 3-cü, 11-ci əsrləri əhatə edir. Atropatilərin hakimiyyətə gəlməsi eramızdan əvvəl 4-cü əsr, yəni 321. Feodal torpaq sahibliyinin formalaşması ilə düzgün cavabdır. Sasanilərdə 1-ci Xosrov Ənşavın elə hərbiçilərə torpaq paylamaqla feodal torpaq sahibliyini formalaşdırmış olur. Alanların yürüşünün başlaması 1-ci əsr idi. Erkən feodalizm 3-dən başlayır. Kür döyüşündə Romalıların qalib gəlməsi eramızdan əvvəl 66-dır. Parfiyanın tərkibinə qatılması isə erkən feodalizm dövrünə aid ola bilməz. Atropatena Parfiyanın tərkibinə qatılır eramızın 20-ci ilində. Bundan sonra da 1-ci əsrdə elə Albaniyada Parfiya tərəfindən Albaniyada da Parfiyadan Arşakilər sülaləsi hakimiyyətə gəldiyinə görə deməli 1-ci əsrdən söhbət gedirmiş. Bizdə isə lazım idi 3-11-ci əsrlər. 4-cü əsrin əvvəlində Albaniya Atropatena fərqli olaraq daxili müstəqilliyini qoruyub saxlamışdı. Atropatena amma artıq 20-ci ildə, hətta yeni kitablarda bundan bağlı dəyişiklik var ki, 227-ci ildə Atropatena öz müstəqilliyini itirib, amma əslində 20-ci ildə Parfiyadan asılı vəziyyətə düşməklə öz müstəqilliyini itirmişdi. Amma Albaniya 705-ci ildə daxili müstəqilliyini itirib. Bundan başqa, Albaniyanın daxili müstəqilliyini itirməsi həm də Sasani məzbanları tərəfindən idarə olunması məsələsi var. 463-487-ci ildə bir dəfə daxili müstəqilliyini itirib, 516-129-cu illərdə ikinci dəfə, üçüncü dəfə və son dəfə əsasən dövlətə son qoyulub, deməli 705-ci ildə. 5-ci əsrin sonlarında Albaniya Atropatenadan fərqli olaraq Parfiya dövlətinin tərkibinə daxil olmayıb. Xəzərlərdən asılı vəziyyətdə olmayıb. Xəzər xaqanlığı heç həmin vaxt yox idi, 650-ci ildə yaranıb. Xristian dini dövlət səviyyəsində fəal təbliğ olduğu ölkə idi. Bəli, 488 Agoin kilsə məclisi bunu göstərir. Zərdüştlüyü dövlət dini kimi qəbul etmək yox idi. Mani ideyaları 3-cü əsrdir, buna aidiyyatı yoxdur. Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşarlığı ərəblərlə Xəzərlər arasında olmuşdu. C. 730-cu illərdə. Dizravla Kadisiyanın oxşar cəhətləri isə
Deməli, Sasanilər var idi burada. Xəzərlərin qələbəsindən bitməsi ola bilməz. Yəni, Dizravda Sasani ilə Alban bir yerdə Romaya qarşı mübarizə aparırdı. Kadisiyədə yenə Sasanilərlə Albanlar bir yerdə ərəblərə qarşı mübarizə aparırdı. Deməli, onda Alban qoşunları hər ikisində iştirak edib deyə B düzgün variantdır. Amid və Dizrav döyüşlərinə aid oxşar cəhət. Deməli, Sasanilər qalib gəlməyib, sadəcə Amiddə qalib gəlib, Dizravda uduzub. Alanlar Albanlara kömək etməyib, Albanlar Sasanilərə kömək edib, Roma qoşunları qalib gəlməyib, çünki Amiddə Roma məğlub olmuşdu, Dizravda qalib gəlir. Sasanilər və Albanlar arasında baş verməsi yox, əksinə Albanlar Sasanilərə kömək edirdi, yəni müttəfiq idilər. 650-ci illərə aiddir Cavanşirin Bizans İmperatoru 2-ci Konstantin ilə ittifaq qurması 654 A düzgün variantdır. 660-cı illərdə isə Dəməşqə gedib Muaviyyənin görüşməsi 667-670-ci illərdə B düzgündür. Alban hökmdarı müttəfiq olduğu Sasani qoşunlarını məğlub etdi. Alban Sakirçən Kotgirdiman vilayətlərindən məhrum oldu Dizravda 371-də. Deməli, daha əvvəl olub Urnarin Albaniyanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparmaq. Deyək ki, 313-də hakimiyyətə gəlib. Albaniyada Arşakilərin hakimiyyətinə son qoyulub. Arşakilərin hakimiyyətinə son qoyulması 510 deyək. Atropatena hələ ki daha əvvəl olan A variantıdır. Atropatena Sasanilərin tərkibinə qatılması 227. Hələ ki ən qədim olan C variantıdır. Aqoyan kilsə məclisi 488. Cərmidan döyüşün ərəblərin qələbə qazanması 643-cü ildə idi. Ona görə elə C düzgün variantdır 227. Daha əvvəl olub Albaniya Sasanilərdən ilk dəfə asılı vəziyyətə düşməsi 262-ci il. Mehranilərin hakimiyyətə gəlməsi 629. Xəzər xəqanlığının ordularının Albaniya ərazisindən yürüşü 665 deyək. Deməli, Cavanşirin Albaniya müstəqilliyini qorumaq uğrunda mübarizə aparması 642-681. Kadisiya 636. Cavab elə burada A variantıdır ki, 262-ci ildə. Uyğunluq pozulmuşdu. Albaniya ilk dəfə Sasanilərdən asılı vəziyyətə düşdü 262 düzdür. Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuşdu 510 düzdür. Mərzbanlar tərəfindən idarə olunmuşdu. Dizrav 471 yox 371 idi deyə C düzgün variantdır. Urnar müttəfiq olmuşdu Amiddə, həmçinin Dizravda. Atropatena Sasanilərin əsas vilayətlərindən birinə çevrildi 227-də düzdür. Şəhərlərindən birinə çevrilir. Aqoya məclisi çağırılıb 5-ci əsrin 2-ci yarısı, bəli 488-də. Yanlışı soruşur. Albaniyada Mehranilərin hakimiyyət dövrü başlamışdı 640-cı illər yox 629. Ona görə B düzgün variantdır yanlış soruşduğuna görə. Məzdəklər hərəkatı başlayıb 481 düzdür. Dizrav 371-də olub düzdür. Albaniyada yenidən Sasanilər məzbanlığı dövrü başlayıb 510-cu ildə. Yenidən dediyinə görə bu düzgün variantdır. Çünki birinci dəfə 463-də başlamışdı. Albaniyada Urnarin hakimiyyət dövrünə aiddir Sasani-Roma müharibəsində iştirak etməsi. Deməli, Sasani-Roma müharibəsində bəli 359-371-ci illərdə Amiddən Dizravda iştirak edib belə A variantı düzgündür. Uyğunluq gözlənilmişdir. 5-ci əsrdə Atropatena hərbi yürüşünə məruz qalıb ərəblərin, xeyr, ərəblər heç 5-ci əsrdə yox idi. 7-ci əsrdə Albaniya dövləti mübarizə aparıb Xəzərlərə qarşı düzdür. 665-ci ildə Kür-Çay sahilində döyüş olmuşdu məsələn. 665-də Araz, 662-də Kür-Çay sahilində döyüş. 6-cı əsrdə Albaniya hökmdarı Varaz Qriqor. Varaz Qriqor Cavanşirin atasıdır və 6-cı əsr yox, 630-dan 642-yə qədər hakimiyyətdə olub, yəni 7-ci əsrdə. Tacqoyma mərasimi Novruz günündə keçirilib. Ərəb xəlifələrinin yox, Sasanilərin, Zərdüştlük dini etiqadları Azərbaycanda yayılır, Bizansın təsiri altında yox, Sasanilərin təsiri altında. Uyğunluq pozulmuşdu. Atropatena Sasanilərdən asılı vəziyyətə salındı. 227-də düzdür. Zərdüştlüyün dini mərkəzlərindən biri olub Qazaka düzdür. Albaniya Sakirçən Kotgirdiman vadislərini itirdi Dizravda düzdür 371-də. Atropatena uzun müddət daxili müstəqilliyini qoruyub saxlayıb Sasanilərin hakimiyyət dövründə yox. Atropatena Sasanilərin hakimiyyət dövründə adicə bir vilayət idi, dövlət belə deyildi, yəni müstəqilliyi yox idi. Albaniyada Mehranilərin hakimiyyətinə son qoyuldu 8-ci əsrin əvvəli, bu da düzgündür 705-də. Albaniyanın 7-ci əsrin ortaları tarixinə aiddir. Xəzərlərin ölkə ərazisinə ilk hücumlarının başlaması. Bu, daha əvvəldən də Xəzərlər, Hunlar falan belə türk tayfaları Azərbaycana yürüş eləmişdi deyə anı atırıq. 7-ci əsrin ortalarının İskit tayfalarının məskunlaşması eramızdan əvvəl 7-dir deyə atırıq. Mehranilərin hakimiyyətə gəlməsi 629-cu ildə ortalarına düşmür əvvəllərinə düşür. Cavanşirin daxili müstəqilliyi qoruyub saxlaması. Cavanşir bəli,
Ölkənin, məsələn, daxili müstəqilliyini qoruyub saxlamaq üçün Bizansla əlaqə qurmuşdu 654-də və yaxud da hakimiyyətə gəlmişdi 642-də. Bunlar 7-ci əsrin ortalarına düşür deyəni götürə bilərik. Əməvilər tərəfindən əhalinin siyahıya alınması 725-dədir, yeni də atıram. Albaniyanın 7-ci əsrin ortaları tarixi üçün səciyyəvidir. Deyək ki, ölkədə Sasani məzbanlığına son qoyulması 629-cu ildə idi. Cavanşirin ərəblərin ilk hücumları zamanı Sasani hökmdarlarına köməkdən imtina etməsi. Əksinə, Xasiyə Ktesifonda Sasanilərə kömək edir. Mehranilər sülaləsinin əsasının qoyulması 629 idi. Onda aynıncə eyni mənaya gəlirsə, onda hər ikisini atırıq da. Abbasilərin xəlifələrlə diplomatik münasibətlər 667-670-ci illərdə idi. Deməli, onda bunu da atırıq, çünki artıq ikinci yarısına düşür. Cavanşirin ölkə daxilində iqtisadiyyatın dirçəlməsi, sənətkarlıq və ticarətin inkişafı üçün tədbirlər. Bu Cavanşirin ümumi hakimiyyət illəridir. Və ümumi hakimiyyət illəri 640-dən 681-ə qədər getdiyinə görə, ona görə 650 də onun hakimiyyət ili olduğuna görə Y variantını rahatlıqla götürə bilərik. 4-cü əsrdən fərqli olaraq 6-cı əsrin ortaları Albaniyaya aiddir. Müsəlman olmayanlardan can vergisi alınmağa başladı. Deməli, burada A variantını atırıq. Müsəlman heç bu dövrdə yox idi axı 6-cı əsrin ortalarında. Müsəlmanlıq ərəblərdən sonra yaranıb. Ölkə Sasani məzbanları tərəfindən idarə olunurdu. 4-cü əsrdə olunmur da. Bilirik ki, 463, yəni 5-ci əsrdə ilk dəfə Sasani məzbanlığı məsələsi olub. 6-cı əsrin ortaları isə 510-dan 629-a qədər həqiqətən də Sasani məzbanları tərəfindən idarə olunub. Uyğunluq gözlənilmişdi. Albaniyada xristianlıq rəsmi din elan olundu 3-cü əsrin əvvəllərində. 313-cü ildə. Ona görə atırıq. O 4-cü əsrə düşür. Sasanilər Albaniyanın qəti şəkildə öz dövlətinin tərkibinə qatmışdı. Erkən feodalizmdə 262 erkən feodalizm dövründə Azərbaycanda erkən feodalizm nə vaxtdır? Deməli 3-cü əsrdən 11-ə qədər. Elə bu 3-cü əsr olduğuna görə B düzgün variantdır. Alban hökmdarı Urnayırın hakimiyyət dövrü. Kadisiya ola bilməz 636-da. Urnayır 313-373-ci illərdə hakimiyyət olmuşdu. Kür döyüşündə Romalıların məğlub edilməsi. Kür döyüşü eramızdan əvvəl 66-da atıram. Roma hökmdarı Adrianla dostluq əlaqələri 2-ci əsrdədir. Dizrav döyüşündə Sasanilər tərəfində döyüşməsi. D düzdür 371-ci il. Bələncərdə məğlub olması. Bələncər 643-də atıram. Azərbaycanın erkən feodalizm dövrünə aid deyil. Ölkə ərazisində, yəni 3-11-ci əsrlərə aid olması. Ölkə ərazisində alınların ilk yürüşü 1-ci əsr. Elə A variantı düzgündür. Albaniyanın 3-7-ci əsr tarixinə aid deyil. Gezid adlanan can vergisinin mövcud olması. Gezid bunların dövründədir. Çünki Sasanilər hakimiyyətdə olmuşdu. Anı atıram. Ölkə ərazisində Slavyanların yürüşlərinin başlanması. Slavyanların yürüşlərinin başlanması, yəni hücum etməsi Azərbaycana. Deməli, 9-cu əsrin sonunda başlayır. Ona görə B düzgün variantdır. Deməli, 67 deyir ki, 387-ci ildə imzalanmış Sasani Roma sülh müqaviləsi nəticəsində Albaniyanın geri qaytardığı vilayətlər. Bu vilayətlər deməli, Uti Sakarşen, Kod Girdiman vilayətlərindən söhbət gedir. Onda bunlardan götürə bilərəm 4-ü və 5-i. Uti Sakarşen, Kod Girdiman. Cavab olur B. 4-cü əsrin 70-ci illərində Sasani ilə Roma arasındakı döyüş nəticəsində Albanlar məhrum olmuşdu. Yeni şəkildə Uti Sakarşen, Kod Girdiman ərazilərindən məhrum olmuşdu deyə 4-dən 1-i yeni götürə bilərəm. Düzgün variantdır. 630-cu illərdən fərqli olaraq 660-cı illərin ikinci yarısında Albaniya üçün səciyyəvi idi. Xilafətlə münasibətlər diplomatik yollarla nizama salındı. Niyə? Çünki 630-cu illərdə ərəblərlə döyüş aparmışlar. Albaniya dövləti Sasanilərin tərkibində onlara qarşı Kadisiya döyüşündə vuruşmuşdu. Amma 667-70-ci illərdə Dəməşqə gedir və xəlifə Muaviyyənin Cavanşiri görüşür və bunlar arasında dostluq yaranır. Albaniyanın Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid oxşar cəhətdir. Sasani imperiyasının şimal canişinliyinə, yəni şimal kusdaklığına daxil edilməsi. Elə A düzgün variantda Xusro və Nüşrəvan dövrünə düşür. O da 531-579-cu illərdə hakimiyyətdə olmuşdur. Albaniyanın Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid oxşar cəhət Sasani məzbanları tərəfindən idarə edilməsi. Elə A variantı düzgündür 516-129-cu illərdə Sasani məzbanı tərəfindən idarə olmuşdu. Atropatenan onsuz da 227-dən sonra həmişə Sasanilər tərəfindən idarə olunurdu. Albaniya isə 510-dan 629-a qədər. O da həmin aralığa düşdüyünə görə A düzgün variantdır.
Atropatenanın Sasan dövlətinin tərkibinə daxil edilməsindən 35 il sonra Albaniya Sasanilərin tərkibinə daxil edilir. 227 Atropatena, 262 Albaniya. Uyğunluq pozulub Ağqoya Məclisinin çağırmışdı Alban hökmdarı 3-cü Mehmet Vaçaqan düzdür 488-də. Amiddə iştirak edir Alban hökmdarı Urnar düzdür 359-da. Dizravda Romalılara məğlub oldu Sasan hökmdarı 1-ci Şapur 241-272-lər də hakimiyyətdə oldu. Dizrab 371-dir. Onda 2-ci Şapur idi. 2-ci Şapurda 309-379-cu illərdə hakimiyyətdə olduğuna görə düzgün variant. Uyğunluq pozulmuşdu. Atropatenanın Sasanlərin tərkibinə qatdı. Sasan şahı Ərdəşir Babəkan. Bəli, Ərdəşir Babəkanın hakimiyyət illəri 224-241-dir. Atropatenan isə 227-də qatılmışdı. Ona görə anlatıram. Dizravda Romalılara məğlub oldu. 1-ci Qubad. Sasan şahı Şapur idi. 2-ci Şapur B-ni atıram. Yəni ona görə B düzgündür. Uyğunluq yanlışı soruşur. Uyğunluq pozulmuşdur deyir deyə 74-də B düzgün variantdır. Uyğunluq pozulub məzdəklər hərəkatını yatırıb Sasan şahı 1-ci Qubad düzdür. Həm məzdəkləri himayə eləmişdi. Sonradan da məzdəklərə divan tutur. Ona görə A düz variant olduğuna görə atıram. Atropaten Sasanilərin tərkibinə qatıldı 3-cü əsrin 1-ci əsr, yəni 227-də bu da düzdür. Məzdəklər başlayıb 481-də bu da düzdür. Albaniya 3-cü Mehmet Vaçaqan hakimiyyətdə olub 5-ci əsrdə, yəni 487-510-cu illərdə düzdür. Utizaqjan Koçirdivan vilayətləri itirildi. 2-ci Vaçaqan yox, Urnayırın hakimiyyət illərində Y düzgün variantdır. Uyğunluq pozulmuşdu. Albaniyanın paytaxtını 5-ci əsrdə dəyişmişdi 2-ci Vaçaqan. Bu düzdür. Çünki 2-ci Vaçaqan deməli hakimiyyət illəri deyək ki 444-dən 463-ə qədər idi və 5-ci əsrdə paytaxtı Qəbələdən Bərdəyə köçürüb. Sasan-Rom müharibəsində 2-ci Şapurun müttəfiqi idi Urnayır düzdür. Amid Dizrav döyüşündə. Atropatenanın Sasanilərin tərkibinə qatdı. Ərdəşir Babəkan olmalı idi. C düzgün variantdır. Burada yanlışdır. 1-ci Şapur 241-272-ci illərdə hakimiyyətdə olmuşdur. Uyğunluq pozulmuşdu. Amid döyüşündə Bizans qoşunları qarşı vuruşurdu Alban hökmdarı 2-ci Vaçaqan. Elə A da yanlışdır, çünki Alban hökmdarı Urnayır olmalı idi. Uyğunluq pozulmuşdu. Haylandır Hunları ilə mübarizə aparmışdı Alban hökmdarı 2-ci Vaçaqan. 462-ci ildə bu düzdür. 4-cü əsrdə Sasaniya müttəfiq olub Urnayır 313-371 düzdür. Dizrav döyüşündə Bizans qoşunlarına məğlub oldu Sasaniya. Bu yanlışdır. Niyə? Çünki Bizans deyil. Bizans 395-də yaranıb. Dizrav 371 idi. Burada sadəcə qədim Roma imperiyasından söhbət gedirdi. Bizans ola bilməz. Yəni Şərqi Roma hələ yaranmamışdı. Uyğunluq gözlənib Dizrav döyüşündə Bizans ordusunu məğlub etmişdi Sasanilər. Bizans deyir yenə, ona görə atırıq anı. Haylandırlarla mübarizə aparıb 2-ci Vaçaqan, ona görə atıram. Atropaten Sasanilərin tərkibinə qatılıb 3-cü əsrin 2-ci yarısında, xeyr 1-ci yarısı 227-ci il. Haylandır Hunların Alban hökmdarına qarşı müharibəyə sövq etmişdi. 2-ci Şapur ola bilməz. Çünki Firuz olmalı idi. Deyində atıram. Sasan-Rom müharibələrində 2-ci Şapurun müttəfiqi idi. Amiddən Dizravda Urnayır düzdür. Uyğunluq gözlənilib Sasan şahı 1-ci Şapurla siyasi mübarizə aparmışdı. Alban hökmdarı 1-ci Vaçaq. Bu düzdür. 1-ci Şapur 241-272-lərdir. 1-ci Vaçaq 262-də onun anası vəziyyətə düşür. A variantı ilə düzgün olmalı idi. Uyğunluq gözlənilmişdi. Məzdəkləri yatırtmışdı Sasan şahı 1-ci Xosrəvan Şirvan yox Qubad. Türk mənşəli Kaspi tayfalarına mənsub idi. Mehranilər. Bu da yanlışdır. Deməli, Albaniya Girdiman vilayətində məhrum edildi Dizravda. Bəli, 371-də Utizaqjan, Kolt-Girdiman vilayətlərini itirdi. Qərbi Rom İmperiyasının mövcudluğu dövrünə uyğun gəlir. Qərbi Rom İmperiyası nə vaxt mövcud olmuşdu? 395-dən 476-ya qədər. Amid döyüşü isə 359-dadır. Onda bütöv Roma idi, yəni ayrılmamışdılar. Ağqoya Məclisi 488 idi. Bu dövrdə artıq dağılmışdı. Haylandurların Albaniyaya hücumu 462-dir. Ona görə düzgündür. Yenə Qərbi Roma İmperiyasının mövcudluğu dövrü deyil. Yəni 395-476-cı illər. Məzdəklərin başlanması 481. Burada artıq dağılmışdı. Anlatıram. Mehranilərin hakimiyyətinə son qoyması 705. Dizrav 371. Hələ ki Qərbi Roma yox idi. Qərbi Roma 395-də yaranıb.
Alban hökmdarı 2-ci Vaçe Haylandır Hunlarının 462-də mübarizə aparıb, dedi düzgündür. Atropatenanın işğalı 227-də də Atram. Eramızdan əvvəl 3-cü əsr Atropatena və bizim eranın 3-cü əsr Albaniya tarixinə aid ümumi cəhət. Bizim eramızın 3-cü əsri Albaniya Sasanilərdən asılı vəziyyətə düşüb. Eramızdan əvvəl 3-cü əsrdə Atropatena Selevkiya hökmdarı 3-cü Antioxdan. Deməli, asılı vəziyyətə düşmələri. 1-ci əsr Atropatena, 3-cü əsr Albaniya tarixinə aiddir. Yad eli hücumuna məruz qalıb. Yəni 20-ci ildə Parfiyadan Atropatena, 262-də Albaniyada Sasanilərdən. Alban hökmdarı Urnayrın fəaliyyətinə aid 313-dən 371-ə qədər hakimiyyətdə olmuşdu. 2-ci Şapur müttəfiqi kimi Sasani-Rom müharibələrində iştirak edib. Amit və Diziravdan söhbət gedir 359 və 371-ci illərdə. Alban hökmdarı Urnayrın fəaliyyətinə aiddir. Roma imperiyası ilə diplomatik əlaqələrin yaradılması. Əksinə Roma ilə müharibə aparmışdı. Bizans yox idi heç. Beyni atıran Bizans 395-də yaranıb. 2-ci Şapurla müttəfiqlik olub. Amitlə Dizirav döyüşündə Romaya qarşı. Uyğunluq gözlənilib. Nahəvənd döyüşü baş verib 640-cı illərdə. Yəni 700 yox 600. Ona görə anlatıram. Xürrəmlərin ilk çıxışları Əməvilərə qarşı. Xürrəmlər 778 idi, Əməvilər isə 750-də artıq bitmişdi deyə beyni atıram. Kür çay sahilində döyüşdə Xəzərləri məğlub edib Alban hökmdarı Cavanşir düzdür 662-ci ildə. Kadisiyada iştirak edib Alban hökmdar deyə bilmərik. Cavanşir 642-də hökmdar olub. Kadisiya 636 idi. Orada sərkərdə kimi iştirak eləmişdi. Bələnzər döyüşlərində Xəzərlər məğlub olmuşdur. Əməvilər xilafətin qoşunlarına. Bələnzər isə 643-653-cü illərdədir. Əməvilər 661-də hakimiyyətə gəlmişdi. Yeni də Atram. Arşaklərin Albaniyada hakimiyyətdə olduğu dövrdə deməli Axund dövləti süqut etdi. Arşaklər hakimiyyətdə olmuşdu. Deməli 1-ci əsrdən 510-cu ilə qədər. Axund dövlətinin süqut etməsi isə 567-ci ildədir. Ona görə Atram anı. Avropa Hun dövlətinin yaranması 378 idi. Ona görə də beni götürə bilərik. Elirvinə əsasən uyğun bəndlər Albaniyanın Göytürk müqayisə ilə Sasani hökmdarı Firuza qarşı mübarizə aparılması. Deməli, Sasani şahı Firuz 5-ci əsrin sonlarında hakimiyyətdə olmuşdu. Ona görə burada Albaniya dövləti Firuza qarşı 2-ci Vaçenin dövründə mübarizə aparmışdı deyə 462-ci ildə də Haylandır Hunlarını bunlar üzərinə gətirmişdi və ona görə də anı sadəcə buna götürürük. 2-ci Vaçeyə, Albaniyaya. Deməli, baxaq daha sonra paytaxtın köçürülməsi Qəbəldən Bərdəyə, bu sırf Albaniyaya aiddir. Göytürklər həmişə ötkən olmuşdu. Deməli, Sasani dövləti ilə müttəfiq olmaları, Göytürklə Sasani birləşmiş qüvvələrə Axundun süqut uğratmışdı 567-də. Albaniyada Sasanilərlə müttəfiq olub Urnayrın dövründə məsələn, Amit Diziravda. Ona görə C-ni ikisinə də aid götürə bilərik. Xəzərlərə qarşı mübarizənin aparılması. Xəzərlərə qarşı mübarizənin aparılması da hər ikisinə aiddir. Birinci Göytürkdə deməli İstəmi idi, yabqı olaraq getmişdi, Xəzərlərlə mübarizə aparmışdı. Daha sonra Bizans üzərinə yürüş etmişdi falan. Albaniyada Xəzərlərə qarşı Cavanşirin dövründə mübarizə aparmışdı deyə D-ni də buna aid götürürəm. Bizans üzərinə hücum edilməsi isə Göytürkə aiddir. Sırf dedik ki, İstəminin dövründə. Cavab olur 1 AB, 2 CD, 3 də Y. Deməli, burada 2Y, 3C'dir. Burada sadəcə yerlərini yanlış dedim. Albaniya dövlətinin tarixində 4-cü əsrin 2-ci 10 illiyi və 5-ci əsrin 40-cı illəri tarixindən ümumi cəhətlər. Deyir, 4-cü əsrin 2-ci 10 illiyi nə vaxtdır? Yəni 311-dən 320-yə qədər. 5-ci əsrin 40-cı illərdə 440-cı illər hakimiyyətə yeni hökmdarlar gəlməsi. 313-də Urnayer hakimiyyətə gəlmişdi. 440-larda da Albaniyada 2-ci Vaçe 444-də hakimiyyətə gəlmişdi. Ona görə biri götürürük. Biri. Xristianlıq rəsmi dövlət dini elan olunması. Xristianlığın rəsmi dövlət dini elan olunması bircə dəfədir. Yəni Urnayerın dövründə 313-cü ildə 440-da bir də xristianlığı qəbul eləməyib. Ona görə elə cavab olur yalnız 1. 91-də A variantı.
Eylirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Cavanşirlə Urnayer Albaniya dövlətinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə. Bəli, bu ikisinə də aiddir. Urnayer Amit Dizravda Sasani ilə müttəfiqlik edib ki, öz dövlətin müstəqilliyini qorursun. Cavanşir də 642-681-ci illərdə gah gedib Bizansla görüşür, gah Ərəblə, gah Xəzərlə qohum olur ki, bizə bu dövlətin daxili müstəqilliyi qorunub saxlansın. Ona görə 3-ə A-nı götürdüm. 3A olan variant videodan qeydədir. Digərlərinə baxaq. Bizans imperiyasının diplomatik münasibətlərin yaranması sırf Cavanşirə aiddir, yəni 1-ə. Ki, 654-cü ildə Bizans hökmdarı 2-ci Konstantinlə görüş aparmışdır. Roma imperiyasının işğalçılıq siyasətinə qarşı mübarizənin aparılması. Deməli, Urnayer 359-cu, 371-ci illərdə mübarizə aparmışdı. Sasani ilə bir yerdə 2-yə bunu götürürəm. Xristianlıq rəsmi dövlət dini elan edilməsi də Urnayerə aid idi. Ona görə 2-yə də bunu götürürəm. Xəlifə Muaviyyənin diplomatik danışıqları da 667-670-ci illərdə Şam şəhərinə, yəni Dəməşqə gedərək Cavanşir onunla danışıqlar aparmışdı. Albaniya dövləti, Arşakilər və Mehranilər. Aqoin kilsə məclisində dini qanunlar. Arşakilər dedik nə vaxt hakimiyyət oldu? 1-ci əsrdən düz 510-cu ilə qədər Aqoin məclisi 488 olduğuna görə deməli Arşakillərə aid imiş. Xəzər xaqanlığının qoşunlarının məğlub edilməsi 662-dir, Arşakillərə aid deyil. Qəbilənin paytaxt olması da bu dövrə düşür. Qəbilə 5-ci əsrə qədər paytaxt olmuşdur. Bərdənin paytaxt olması Mehranilərə aid deyil. Hələ də Arşakilərin dövründədir. Mehranilər çünki 629-da hakimiyyətə gəlib. Amma demir Bərdənin ilk dəfə paytaxt olması. Ezi deyir Bərdə paytaxt idi. A-nı ona görə götürərəm. Deməli, müəyyən müddət Sasanilər imperiyasından asılı vəziyyətdə olması. Bəli, Sasanilərdən asılı idi ki, Cavanşir onların tərkibində gedir ərəblərlə döyüşür. Ona görə B-ni də götürürəm. Abbasi xilafət tərəfindən hakimiyyətin son qoyması. 705-də Əməvilər idi, Abbasi deyildi deyə C-ni atıram. Cavab olur D variantı. 94-də baxaq, uyğunluğu müəyyən edin. Albaniya hökmdarı Cavanşirin xarici siyasəti 650-ci illərdə Sasanilər imperiyası ilə birlikdə Əməvilərə qarşı mübarizə. Əməvi yox idi axı 650-də. Əməvi 661-də deyə A-nı atıram. Ərəb xilafətinə qarşı Bizansdan ittifaq 654-də 2-ci Konstantinlə birləşir. Kür döyüşü 662 olduğuna görə atıram. 660-cı illərdə isə rəsmi şəkildə Ərəb xilafətinin asılılığı qəbul edilib. Bəli, 667-də Xəlifə Muaviyyənin görüşmüşdü. Sasani şahı 3-cü Yezdə girdi. 660-larda Sasani yox idi. 651-də artıq süquta uğramışdı. Xəzər xaqanlığından vasallığı isə 665-də Araz döyüşündən sonra, yəni Qanx döyüşündən sonra deməli asılılığı qəbul etmişdi. Cavab 1B, 2AC olur. A variantı. 3-cü əsrdə Sasanilər dövlətində dini siyasi təlim geniş yayılmağa başladı. Manilikdən danışır. Bütün dinləri vahid bir dinlə əvəz etmək, bu təlimin iştirakçıları bəzi dinlərin elementlərini birləşdirmək istəyirdilər. Bu təlimin ideyaları insanlar arasında uzun müddət yaşamışdır. Bu təlim bir çox dini cərəyanlara güclü təsir etmişdir. Mətndə bəhs edilən hərəkət iştirakçılarından fərqli olaraq, yəni manilərdən fərqli olaraq məzdəklər neyləmişdi? Azərbaycan istiqlaliyyətini bərpa etmək istəyirdilər. Xeyr, bu yanlışdır, bu xürrəmlərə aiddir. Xeyrin şərzəndə qələbəsinə inanmaq manidən fərqlidir. B düzgün variantdır. İkinci Vatikan taxtdan salınandan sonra Sasanilərin Albaniyada daxili müqavimətə son qoymaq üçün həyata keçirdiyi tədbirlərə aid deyil. Kəndlərin yanaşı şəhər əhalisi üzərinə də ağır vergilərin qoyulması. Bu aiddir deyə A-nı atıram. Əhalinin ümumi siyahıya alınması, bu da var idi. Vergilər artması eyni şeydir aynen, bu da var idi. Boş qalmış torpaqların hərbi hissələrə paylanması. Bu 531-579-cu illərdədir. Ona görə yəni buna əlaqəsi yoxdur, D-ni götürürəm. Əvvəllər yalnız torpaq vergisi verən ruhanilərə də ağır vergi qoydular. Bəli, vergilərin artması ümumiyyətlə bu dövrdə idi də. Ona görə D-ni götürə bilərəm. Məzdəklər hərəkatı illərində Albaniyada, yəni 481-529-da nələr olmuşdu? Mehraban qalası ola bilməz. Bu 570-də Mehran ümumiyyətlə yaşayırdı da 570-ci ildə. Məzdəklər 481-529-da. Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 510-cu ildə. B düzgün variantdır. 98-də Albaniya dövlətinin 3-cü əsrin 60-cı illər tarixinə aid olan soruşur. 262-ci Albaniya Sasanilərin tərkibinə qatılmışdı. Bəs D niyə olmaz? Yerli hökmdarlar idarə edir, bəli. Amma müstəqilliklərini tam saxlamıraq, sadəcə daxili müstəqillik desəydi düz olardı. Daha gec olub, yəni daha sonra Dizrav 371.
İkinci Vasil Sasanilərə qarşı mübarizə aparıb 457-63-cü illər. Ona görə Dizraf hələ ki daha gec deyil, B daha gecdir. 3-cü Vatikan dövründə xristian dininə aid qanunlar 488. Onda hələ ki ən gec olan C-dir. Sasanilərin Atropatenlə ələ keçirməsi 227-dir. Məzdək təlimi 481-dir. Ona görə yeni də atıram başlamasını deyir. Bitməz desəydi, hə, yeni götürərdik. 3-cü Vatikan dövründən xristian dininə aid qanunlar 488 C düzgün variantdır. Fraspada mühasirəyə alınmış Atropatenallar düşərgə istehkamlarına basqın edərək ön xəttdə dayanmış legionerləri geri oturtmuş, müttəfiqi Parfiya ilə birgə düşmənə ağır zərbə vurmuşdu. Məğlubiyyətdən sarsılan Antonik geri çəkilməyə məcbur olmuşdu. Atropaten hökmdarı qələbə münasibəti ilə keçdiyi bayramda məğlub edilmiş düşmənin əldə etdiyi qənimətləri xalqa nümayiş etdirmişdi. Söhbət burada Artabazdan gedir. Mətndə fəaliyyətindən bəhs edilən Atropaten hökmdarının Albaniya hökmdarı Urna ilə ümumi cəhətini müəyyən edək. Təbii ki də Fraspa döyüşündə Roma ilə mübarizə aparmışdı. Urna da Amidlə Dizravda Romaya qarşı mübarizə aparırdı. Y variantı düzgündür. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. 2-ci Vaçenin 3-cü mümin Vaçaqan. Deməli, paytaxtın yeni şəhərə köçürülməsi 2-ci Vaçeyə aiddir. Paytaxtı köçürüb Bərdiyə. Alqoya məclisi 3-cü mümin Vaçaqana 488-də aiddir. Deməli, xristianlığı ilk dəfə rəsmi dövlət dili elan edən Urna ayırdı. C-ni ümumiyyətlə atıram. 5-ci əsrdə hakimiyyətdə olub hər ikisi. Biri 444-463, biri də yəni 3-cü mümin Vaçaqanda 487-510-cu illərdə hakimiyyətdə olmuşdu deyə bunu hər ikisinə aid götürə bilərəm. Messagetləri öz tərəfindən çəkənsə 2-ci Vaçe idi Y. Deməli, cavab olur 1A Y, 2B, deməli 3-də D. Y düzgün variantdır. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. Albaniya 4-cü əsrin ikinci yarısı və 5-ci əsrin ikinci yarısı xarici müdaxilələrə məruz qalması. Deməli, 462-də, yəni 5-ci əsrin ikinci yarısında Hunların hücumuna məruz qalmışdı. 3-cü əsrin ikinci yarısında isə Romalıların hücumuna məruz qalmışdı deyə A-nı deməli, hər ikisinə aid götürə bilərik məsələn. Sasanilərlə birləşib Roma imperiyasına qarşı mübarizənin aparılması. Bu, sırf Amid Dizravda Urnaya aiddir deyə buna götürürəm. 359-371. 2-ci Vaçe azadlıq mübarizə aparıb 457-463-cü illərdə buna aid götürürəm. Əhalisi Sasani xəzinəsinə vergi verirdi. Bu hər ikisinə aid idi. Sasanilərin tərkibində olduqdan bəri, yəni həmişədən 651-ci ilə qədər Sasanilərin tərkibində olmuşsa, deməli həmişədən o vergini verir də 262-dən 651-ə qədər. Bir də Dizrav döyüşündə Bizansa məğlub olan, burada Dizrav döyüşündə heç Bizans yox idi. Ümumiyyətlə Y variantını atırıq. Cavab olur 1B, 2C, 3A, D. C düzgün variantdır. Deməli, 103-cü suala baxaq. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. 2-ci Vaçe 3-cü mümin Vaçaqan. Arşakilər sülaləsinin son nümayəndəsi 3-cü mümin Vaçaqandır. 510-da artıq sonuncu Arşaki hökmdarı taxtdan düşür. Deməli, müəyyən müddət xristianlığı himayə etmişdi hər ikisi. Çünki 2-ci Vaçe daisi 2-ci Yezdəqid ölən kimi tez xristianlığa geri dönmüşdü. Ona görə bunu götürə bilərəm. Mümin Vaçaqanda Alqoyan kilsə məclisini bilirik. Çağırmışdı, xristian dininə aid qanunlar qəbul etmişdi. 5-ci əsrdə Albaniyanı idarə etmək ikisinə də aiddir. Haylandır Hunları ilə mübarizə 2-ci Vaçe 462-ci ildə. Alqoyan məclisinə çağırıb 488-də 3-cü mümin Vaçaqan. Cavab olur 1D, 2AY, 3BC, yəni 103-də D düzgün variantdır. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. Dastakert və Xostak. Sasanilərin dövründə Albaniya əhalisindən alınan vergi imiş. Sasanilərin dövründə Albaniyadan alınır. Həm deməli torpaq yox, vergi desək xarıqdan gezid. Burada isə torpaqdan söhbət getdiyinə görə verginin heç bir aidiyyəti yoxdur. A olan variantları çıxanda elə C-ni atıram, Y-ni atıram, B-nin D-ni də atıram. Elə cavab qalır A variantı. 3-cü 7-ci əsrdə Albaniyada mövzudan torpaq mülkiyyət forması. Bu ikisinə də aiddir. B-ni götürərəm. 3-ə. Xidmət müqabilində hərbiçilərə verilir xostaq şərtidir. C-ni götürərəm.
İri feodallara məxsus irsən keçəndir. Dastaket. D-ni götürərəm. Cavab olur 1D, 2C, 3də B. Albaniya dövlətinə aid uyğunluğu müəyyənləşdirək. Arşakilərlə Mihranilər sülaləsi, Bərdə şəhərinin paytaxt olması. Bərdə paytaxt olubdu 2-ci Vaçen dövründə. Yəni Arşakilərdə. Amma yəni axıra qədər 705-ə qədər Mihranlərin də dövrünə düşdüyünə görə biri götürə bilərəm buna. Deməli, xarici işğalçılara qarşı müəyyən müddət Sasanilərlə müttəfiq olması. Arşakilər Sasanilərlə 359-da, 371-də müttəfiq olub Romaya qarşı. Ərəblərə də qarşı Mihranlərin dövründə deməli Cavanşirin atası Sasanilərlə müttəfiq olmuşdu da 636-cı ildə Kadisiya döyüşündə falan. Ona görə 2-ni də götürərəm. Haylandur Hunlarla mübarizə aiddir Vaçiyə, yəni Arşakilərə 462-ci ildə. Burada 3-ü götürərəm. Əməvlərlə diplomatik əlaqələrin yaradılması. Bu da Əməvlərlə yaratdır dediyinə görə aid olur Cavanşirə, yəni Mihranlərə. İlk dəfə xristianlığın rəsmi dövlət dini elan olunması 313-də. Cavab olur. Deməli, cavab olur 1, 3, 5, 2, 4, 3-də 1, 2. A düzgün variantdır. Döyüşlərə aid uyğunluğu müəyyənləşdirək. Amid Qərbi Roma ilə Sasani. Qərbi Roma sözünü heç götürə bilməkdə. Dedik ki, Amid 359-dur. Qərbi Roma ilə Şərqi Roma Kira parçalanma məsələsi 395-də. Həmin vaxt heç Qərbi Roma məsələsi yox idi. Kadisiya Ərəb dövləti ilə Sasani arasında olub, ərəblərin Qəzvin şəhərini ələ keçirməsi. Qəzvin ələ keçirmək bundan 639 Qəzvinin ələ keçirilməsidir. Kadisiya 636-dır. Deməli, 2-ni ona görə atıram. Dizrav Roma ilə Sasani arasındadır. Roma bir sıra Alban vilayətlərini tutur. Yəni Utisakişin kod girdimanı 3-ü götürə bilərəm. Ktesvan Ərəblə Sasani arasındadır. Albaniya hökmdarı Cavanşirin məğlub olması. Albaniya hökmdarı sözünə görə yanlışdır. Yoxsa hər şey düz olardı. Daha Cavanşir Ktesvan döyüşündə hələ ki hökmdar olmamışdı. Cavanşirin hökmdarlığı 642-də başlayır deyə 4-də atıram. Cavab olur yalnız 3, yəni A variantı. 106-da düzgün cavab A oldu. Albaniya dövlətinin hökmdarlarından hansı fəaliyyətinə aid xüsusiyyət verməyib? Dövlətin paytaxtının dəyişdirilməsi 2-ci Vaçiyə Qəbələdən Bərdəyə köçürmüşdü. İlk dəfə xristianlıq rəsmi dövlət dini elan olundu Urnayırda. Müstəqil Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək üçün kilsə məclisinin çalınması 3-cü Mömin Vaçaqan Aquin kilsə məclisindən söhbət gedir. Möhkəm bütün vilayətlərini birləşdirmişdi. Birinci Qoçaq Vaçaqan cavab olur 1-ci Vaçi. 1-ci Vaçinin dövrünə götürə bilərik. Məsələn, Sasanilərdən Asvestə düşmək. 5-ci əsrdə baş vermiş hadisələr. 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatı bu düzdür. 457-463-cü illər. Amid 359 deyə atıram. Albaniya Mehranlərin hakimiyyətə gəlməsi 629 deyə atıram. Məzdəkilər 481-də başlayıb deyə düzgündür. 6-cı əsr aiddir. Sasani şahı 1-ci Xosrov Bənşirovanın inzibati islahat keçirməsi düzdür. 531-579-da hakimiyyətdə olub. 2-ci Vaçenin Sasanilərə qarşı mübarizəsi 457-63-cü illərdir. Bu 5-ci əsrdə. Albaniyada Arşakilərin hakimiyyətinə son qoyulub 510-da. 3-ü götürərəm. Albaniyanın Sakişen Girdiman vilayətlərinə məhrum edilməsi 371 Dizrab döyüşü də atıram. Albaniyada Urnayırın yeni din qəbul etməsi 313-dədir. Bu da 4-cü əsr. Cavab olur 1-dən 3. 6-cı əsr aiddir. Dastaket torpaq sahibliyinin mövcud olması. Dastaket Sasanilərin dövründə idi. Yəni həmişə də mövcud olmuşdu. 531-579 Xosrovun dövründə. 1 götürürəm. Albaniyanın Atropatena ilə birlikdə Sasanilərin şimal canişininə daxil edilməsi. Bu da demək Xosrova aiddir. 2-ni də götürürəm. Mehranlərin Albaniyanın müstəqilliyi uğrunda xilafətlə mübarizə aparması. Albaniyanın müstəqilliyi uğrunda xilafətlə mübarizə aparmaq məsələsi də deməli Cavanşirin atası Albaniya müstəqil olsun deyə Cavanşiri göndərir Sasaninin ordusunda Roma üzərinə yürüşə və Bizansla da Albaniya əlaqələr qurmuşdu 654-cü ildə. Ona görə bu 7-ci əsr aid idi. Bunu 3-ə atıram. Heç 6-cı əsrdə xilafət yox idi. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyur 510-da. Albaniya Dizrab döyüş nəticəsində itirdiyi vilayətlər 387-də müqavilənin geri qaytarır. Cavab 110-da olur. 1, 2 və 4. Uyğunluğu müəyyənləşdirək. Haylandur Hunlarının hücumu nəticəsində hakimiyyətdən əl çəkdi. Aquin'də kilsə məclisi çağırdı. Dizrabda Sasanilərin müttəfiqi idi Urnayır. 1 götürürəm.
371-də. Aquin kilsə məclisini çağırıb 3-cü Mehmet Vaçaqan bu amma deyir ki, Urnar yox, yanlışdır. Haylandırların hücum nəticəsində hakimiyyətdən əl çəkir 2-ci Vaçe, yəni 4 düzdür. Və 3-ü niyə atıram? Çünki 3 dizravı deyir burada. Bu yanlışdır, axı ona görə 3-ü də atıram. 3-cü Mehmet Vaçaqan deyir dizrav, yenə ola bilməz. 3-cü Mehmet Vaçaqan 5-ci əsrdədir. Cavab olur. Burada 3 və 4. 3 yox, daha doğrusu 1 ilə 4. Cavab olur 1 və 4, 111-də. Azərbaycanın 3-7-ci əsrlər tarixinə aiddir. Xostak adlandırılan torpaq mülkiyyət formatı mövzudur. Bəli, Xostakla Dastaket var idi. Xosrov və Ənşiravan dövründə. Hunların hücumuna məruz qalmaq 462, bu da var idi. Haylandır Hunları. Ərəblərin Albaniyanın daxili müstəqiliyinə son qoyulması 705-8-ci əsrə düşür. 80 əsrə döyüş 829-dur, 9-cu əsrə düşür. Azərbaycanın 4-cü 7-ci əsrlər tarixinə aiddir. Xarici işğalçılara qarşı müəyyən müddət Sasanilərin müttəfiq olması. Deməli, ərəblərə qarşı müttəfiq olmuşlar, məsələn, 7-ci əsrdə. Ona görə 1 götürərəm. İsi torpaq mülkiyyət forması Dastaket var idi, 2-ni götürərəm. Mehranlərin hakimiyyətinə son qoyulması 705-dir, 8-ci əsrə aiddir. Savalan döyüşü isə 8-ci əsrin 30-cu illəridir, 4-də atıram. Albaniyanın 5-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Haylandır Hunların hücumu 462, 1 götürürəm. 2-ci Vaçenin Sasan hakimiyyətinin tabeyindən çıxma uğrunda mübarizəsi 457-463-dür. 2-ni götürürəm. Paytaxt Qəbələyə köçürülür. Xeyr, paytaxt Qəbələ eramızdan əvvəl 4-cü əsrdə olmuşdur. Bərdiyə köçürülür desəydik düz olardı. Mehranilər sülaləsi tərəfindən idarə edilməyə başlamaq 629-da atıram. 3-cü Mehmet Vaçaqanın hakimiyyətə gəlməsi bəli 487-dir götürürəm. Urnar dövlətini 313-cü ildə idi, atıram cavab 1-2-5. Albaniyanın 5-ci əsrin 2-ci yarısı tarixinə aiddir. 1-ci Vaçe tərəfindən idarə edilməsi. 1-ci Vaçe tərəfindən idarə edilmək 3-cü əsr idi, atıram. 2-ci Vaçenin hakimiyyətinə əl çəkməsi 463-dədir, ona görə 2-ni götürürəm. Müəyyən müddət Sasan mərzbanları tərəfindən idarə olunur. 463-dən deməli 487-yə qədər, ona görə 3-ü də götürə bilərəm. İlk dəfə siyasi asılılığa düşməsi. Albaniya ilk dəfə siyasi asılılığa düşməsi 262 deyərdik, ona görə 4-ü götürürəm. Yəni götürmürəm daha doğrusu. Xristianlığı təbliğ edən məktəblər 488 Aquin kilsə məclisinin açılmasıdır. Xəzərlərin yürüşünə məruz qalmaq isə bu dövrdə deyildi. Cavab olur 2, 3 və 5, 115-ci sualda. Deməli, 4-cü əsrin 50-ci illəri Albaniyaya aiddir. Amid döyüşündə iştirak etmək, Urnar tərəfindən idarə olmaq var. Dizrav ola bilməz 371-dir. 1-ə atıram. Bizansla mübarizə. Bizans heç həmin dövrdə yox idi. Bizans 395-də yaranıb. 2-ci Vaçe 5-ci əsrə aid idi. Sasani dövlətlə müttəfiqlik münasibətləri saxlanılır. Elə Amid döyüşündə, məsələn, 359-da Romaya qarşı vuruşu cavab 2 ilə 5-dir. 4-cü əsrin 1-ci yarısı Albaniya üçün xarakteristikdir. Qərbi Roma imperiyası ola bilməz. Qərbi Roma 4-cü əsrin sonundaydı, 395-də yaranıb. Dövlət daxili müstəqilliyini qoruyub saxlayırdı Urnayrın dövründə, 313-də hakimiyyətdə olmuşdu. Arşakilərin nümayəndələri tərəfindən idarə olunur. Bəli, 1-ci əsrdən 510-cu ilə qədər Arşakilər tərəfindən idarə olunur. 2-ci Vaçe isə 5-ci əsr deyə atıram. Amiddə Sasan şah 1-ci Şapur yox, 2-ci Şapurla müttəfiq idi deyə atıram. Həm də Amid 2-ci yarısına düşür, 1-ciyə yox, çünki 359-cu ildədir. Azərbaycanda feodal münasibətlərin Qərbi Avropadan fərqli cəhətləri. Feodal münasibət bizdə tez yaranmışdı, onlarda gec. Bizdə 3-də yaranıb, onda 5-də. Ona görə 5-ci əsrdə, ona görə 1 götürürəm. Feodal münasibətlər tez süqut eləmir. Əksinə gec süqut edir bizdə. 19-cu əsrdə süqut edir, onlarda 17-də. Feodal münasibətlər daha uzun müddət davam edir. Bəli, bizdə 3-dən 19-a, onlarda 5-dən 17-yə, onlarda 12 əsr mövcud olmuşdu. Bizdə isə 16 əsr. Kəndlər təhkimli olmayıb. Bəli, bu da düzdür. Bizdə kəndlər torpağa görəcə asılıydılar. Şəxsən asılı deyildilər. Qərbi Avropada asılıydılar. Natural təsərrüfatın olmaması da ola bilməz. Çünki natural təsərrüfat həm bizdə, həm də onlarda var idi. Cavab 1, 3, 4. Azərbaycanda feodal münasibətlərindən xas olan cəhətlər natural təsərrüfatda mövcud olmaz. Bəli, natural təsərrüfat nə idi? Bazarla əlaqəsi olmayan zəruri tələbat məhsullarının sırf özümüz üçün istehsal olunması idi. Kəndlərin əksəriyyəti təhkimli hala salınmır. Əksinə Avropada təhkimli halına salınır. Feodallara hərbi xidmətə görə iri torpaq sahələri bəli verilmişdi. Sasanilər dövründə 1-ci Xosrov və Ənşiravanda kəndlərin vergi verən təbəqə hesab olmaz. Bəli, axırıncı təbəqə kəndlər idi. Feodalların kəndlərə torpaq vergisini ödəməz. Feodal niyə kəndliyə torpaq vergisi ödəsin? Kəndli feodala vergi ödəyir. Cavab 1, 3 və 4.
4-cü əsrin əvvəllərində Albaniya dövlətində hakimiyyətə gəlmişdi, yəni Urnayr. Əsas məqsədi ölkəsinin müstəqilliyi və ərazi bütövlüyünü qorumaq idi. Bu məqsədlə qonşu dövlətlə siyasi ittifaq da yaratmışdı, yəni Sasani ilə. 5-ci əsrin ortalarında Albaniyada hakimiyyətə gəlmişdi. Bu da 2-ci Vaçedir. Türk mənşəli sülaləyə mənsub olub, Sasanilərlə qohumluq əlaqəsinə malik olmuşdu, çünki dayısı 2-ci Yezdə girdi. Dərbənd keçidini tutaraq Massagetləri öz tərəfinə çəkmişdi. Yəni Urnayırdan 2-ci Vaçedən danışır. Bunu bildik. Deyib, birinci mətndən fərqli olaraq, yəni Urnayırdan fərqli olaraq, ikinci mətndə, yəni 2-ci Vaçedə bəhs edilən hökmdarın fəaliyyətinə aid olan xüsusiyyətlər. Deməli, Urnayırdan fərqli olaraq Vaçe Roma imperiyasının Cənubi Qafqazda işğalçılıq siyasətinə qarşı mübarizə aparıb. Xeyr, əksinə Urnayr mübarizə aparmışdı. Dövlətin paytaxtını Bərdiyə köçürüb 2-ci Vaçe düzdür. Parfiyaya qarşı azadlıq mübarizəsinə rəhbərlik etməmişdi. Haylandura qarşı 462-də 2-ci Vaçe mübarizə aparmışdı. 121-ə baxaq. Aquin kilsə məclisinin keçirilməsi. 488. Albaniyada xristianlığın təbliğ edilməsi qadağan olunmur. Əksinə Albaniyada xristianlığı yaymağa çalışır. 1-ci Xosrovun vergi islahatı nəticəsində məmurlar can vergisindən azad idi. Bəli, məmurlar, uşaqlar, qadınlar, qocalar, bir də kahinlər falan varlılar bu vergidən azad idi. Dizrav döyüşü, Bizans qoşunları, Bizans yox idi Dizravda. Dizrav 371-dədir, Bizans 395-də yaranıb. Cavanşir sui-qəsdən öldürülür, Albaniya yenidən böyük dövlətlər arasında mübarizə meydanına çevrilir. Bəli, Varas Tırdatın dövründə də Albaniyanın varlığına tamamilə son qoyulur. Cavab olur 2 ilə 4. Alban hökmdarı Cavanşir 7-ci əsrdə dövləti idarə edib. Deməli, Alban hökmdarı Cavanşirə aid olanları seçməliyik. Birdə deyir Sasaninin tərkibində ərəb xilafətinə qarşı mübarizə. Bu yanlışdır. Çünki Kadisiya döyüşündə Alban hökmdarı deyildi. Sadəcə sərkərdə idi. Xəzər xaqanlığından vassallığın qəbul edilməsi bu 665-də Qanıq döyüşündən sonra idi. Araz döyüşündən sonra. Ərəb xilafətinə qarşı Bizans imperatorluğuna müttəfiqliyi 654-dədir. Bu da hökmdarlığına düşür. Çünki hökmdarlıq 642-681-dir. Abbasi xilafətli diplomatik əlaqələrin yaranması. Abbasi 750-1258-ci illərdə olduğuna görə bu deməli Əməvilərlə əlaqə yaradıb 667-670-ci illərdə. Kür çayının keçmiş Xəzərlərə məğlub edilməsi 662-də cavab oldu 200 və 5. Uyğunluq pozulmuşdu. Xristianlığı təbliğ edən məktəblər açdırıb 3-cü Mehmet Vaçaqan. Bu düzdür deyə atıram. Bizdən səhv soruşur. 457-463-cü illərdə Albaniyada Sasanilərə qarşı azadlıq hərəkatına rəhbərlik edib 2-ci Vaçe deməli idi. Bu 1-ci Vaçe deyir deyə yanlışdır. 5-ci əsrdə Albaniyanın paytaxtı idi Bərdə yox, Qəbələ. 5-ci əsrdən sonra Bərdə olur. Albaniya torpaqlarında xristianlıq yayılmağa başlamışdı 4-cü əsrdən başlayaraq. Bu da yanlışdır. 1-ci əsrdən yayılmağa başlayıb. 4-cü əsrdə rəsmi din elan olunub. 630-cu illərdə Albaniyanın böyük knyazları kimi fəaliyyət göstərdi Mihraillər. Bu da düz olduğuna görə 629-da sonra da 630 deyək ki, Varaz Qriqorun dövründən artıq Mihraillər sülaləsi idarə olunmuşdu. Cavab 2, 3 və 4. Haylandur Hunların Albaniyaya soxulması. 2-ci Vaçe hakimiyyətdən əl çəkir 462. 2-ci Vaçedə əl çəkir 463. Ona görə bu bunun nəticəsidir. 629-da Sasani Bizans müqaviləsi imzalandı. Albaniya Bizansın təsir dairəsində yox, Sasaninin təsir dairəsində qaldı. Dizravda Roma qoşunları qələbə qazanır. Düzdür, Sasanilər uduzur. Cərmudan döyüşü baş verdi. Sasanilər süqut etmədi. Cərmudan 643-dədir. Sasanilərin süqut etməsi 651. Cavab olur 1-dən 3. 5-ci əsrin 2-ci yarısı Albaniya dövlətinin tarixinə aiddir. Asvagen tərəfindən idarə olunur. Xeyr, Asvagen 424-444-də hakimiyyətdə olub. Bu 1-ci yarısına düşür. Yeni Albaniya yazısının yaradılması yeni Asvagenə aiddir. Mehranilər tərəfindən idarə olunurdu deyir. Mehranilər sülaləsi deməli 629-da hakimiyyətdə olmuşdu. 3-də atıram. Xristian dininə aid qanunlar 488 olduğuna görə 2-ci yarısıdır. 2-ci Vaçe Məsagetlərlə ittifaq yaradıb 457-dən sonra deyək. Ona görə də 5-də götürürəm. 125-ci sualda cavab olur 4-dən 5. 5-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi. Yəni 2-ci Vaçe. Onun hakimiyyəti Sasanilərə qarşı ilə mübarizə ilə əlamətdar idi. Onun başlatdığı hərəkatı yatıran Sasanilər Albaniyanın daxili müstəqilliyinə son qoydular. 463-də. Ölkə bir müddət Sasani məzmunları tərəfindən idarə edildi. 463-487-ci illərdə. Mətndə haqqından bəhs edilən Alban hökmdarının Urnayla ümumi cəhətdə Arşakilər sülaləsinə mənsub olması. Bəli, 313-də Urnayr hakimiyyətə gəlmişdi. Bu da 444 hakimiyyətə gəlir. Hər ikisi Arşakilər dövrünə düşür. Çünki Arşakilər 1-ci əsrdən 510-a qədər davam edib. Sasani ordusunun tərkibində Roma imperiyasına qarşı mübarizənin aparılması və bir şey 2-ci Vaçedə yox idi. Urnayrə aiddir. Xristianlığın yayılmasının himayə edilməsi. Deməli, Urnayr xristianlıq rəsmi din elan edir. 2-ci Vaçedə zərdüştlükdən imtina edib xristianlığı qəbul edir deyə 3-ü də götürərəm. Massaget tayfalarının ittifaq sadəcə
Vatiyə aiddir. Cavab olur 1-dən 3. Albaniyanın 6-cı əsrin 2-ci yarısı tarixi üçün xarakterikdir. Deməli, yerli hökmdarlar tərəfindən idarə olunması 510-629-cu illərdə Albaniya yerli hökmdar yox, Sasani məzbanları tərəfindən idarə olunurdu. 1 atıram. Sasani məzbanları tərəfindən idarə olunur, 2 düzdür. Əhalidən can vergisi, yəni Sasanilərin dövründə gezit alınırdı, düzdür. Hakim zümrənin nümayəndələrinə hərbi xidmət müqabilində iqta torpağı ola bilməz ərəblərə aiddir. Mehranilərin nümayəndələri tərəfindən idarə olunmaq. Mehranilərdə 629-da hakimiyyətdə olmuş deyib 5-i də atıram. 127-də cavab olur. Deməli 2-dən 3, 128-ə baxaq. Sasani dövləti mövcudluğu illərinə uyğun gəlir. Sasani mövcudluğu 226-dan 651-ə. Bizans imperiyasının yaranması isə Bizans deyirsə 395-dir. Sasani mövcud olduğu illər. Sasanidə dedik, onu 1-i götürürəm. Xəzər xaqanlığının süqutu 965 ola bilməz. Xalqların böyük köçü 4-7-ci əsrlər idi. Bunu götürə bilərəm. Xilafətin Əməvilər tərəfindən idarə olunması 661. Sasanilər isə 651-də süqut eləmişdir. Axund dövlətin yaranması 4-cü əsrin sonudur. Onda bunu da götürə bilərəm. Cavab olur 1, 3 və 5. 5-6-cı əsrlər Albaniya tarixi üçün xarakterik amillər. Urnar tərəfindən idarə olunması 4-cü əsrdə 1-i atıram. Mehranilər tərəfindən idarə olunması 7-ci əsrdə 2-ni atıram. Əhaldən xarıq gezib toplanılır 6-cı əsrdə məsələn, düzdür. Feodal münasibətlərin yaranmağa başlaması 3-cü əsrdə atıram. Hakim zümrənin nümayəndələrinə vasitə xidməti müqabilində dövlət tərəfindən şərt torpaq olan, misal üçün Xostakın verilməsi də 1-ci Xostak Ənşirvanı, yəni 6-cı əsrə aiddir. Cavab olur 129-da 3-dən 5. 5-6-cı əsrlər Albaniya tarixi üçün xarakterik amilləri müəyyənləşdirək. Ölkə ərazisində yalnız atəşpərəstlik dini, xeyr, xristianlıq da yayılırdı, atıram. Feodalların torpaq üzərində irsi mülkiyyətinin mövcud olması, məsələn, Dastakert 6-cı əsrdə idi, düzdür. Xosrov islahatı ilə uşaq qadınlar bütün vergilərdən yox, can vergisindən azad idi. Ona görə atıram. Kahinlər can vergisindən bəli azad idi. Uşaqlar, qadınlar, kahinlər, məmurlar azad idi. Mehranələrin nümayəndələri tərəfindən idarə olmaq 7-ci əsrdə. Cavab olur 2-dən 4. Məzdəkilərə aid olanları müəyyənləşdirək. Mərkəzi hakimiyyətə qarşı baş vermişdi. Yəni, Sasanilərə qarşı baş vermişdi. O da mərkəzi hakimiyyət idi. 1-i götürürəm. 2-ci Vatikan hakimiyyət dövründə baş vermişdi. Xeyr, 2-ci Vatikan 463-cü ildə hakimiyyətindən əl çəkir. Məzdəki isə 481-529-dur. 1-ci Qubadın dövründə geniş vüsət alır. Bəli, 1-ci Qubad həm onu himayə edir, həm də ondan imtina edir. Sasani hökmdarı idi. 1-dən 3-ü hələ götürürəm. Biri feodalların mənafeyini əks etdirmək, əksinə bu kasıbları müdafiə edirdi. Hamı arasında əmlak bərabərliyi istəyirdi. 5-ci əsrin sonlarında yatırılmaq deyir 529-da. Yəni 6-cı əsrin əvvəlində yatırılıb. Cavab olur 1-dən 3. Kadisiya döyüşünün Nahəvət döyüşündən fərqləndirən cəhətləri müəyyənləşdirək. 630-cu illərdə deyir baş verib. Nahəvət isə 640-da. 42-də olur da. Ona görə Kadisiya 636, Nahəvət 642, ona görə 1-i götürərəm. Ərəblərlə Sasanilər arasında olması fərqli cəhəti soruşduğuna görə deməli, fərqli cəhəti soruşduğuna görə 2-ni atıram. Əməvi qoşunları heç bu dövrdə Əməvilər yox idi. Əməvilər 661-də idi. Atıram. Alban sərkərdəsi Cavanşirin iştirak etməsi 4-ü də götürə bilərəm. Kadisiya döyüşündə Alban sərkərdəsi idi. Hələ hökmdar olmamışdı. Cavanşirin hakimiyyətləri 642-681-ci illəri əhatə edirdi. Yəni, burada sırf Kadisiyaya aid olanı seçməliydik də. Kadisiyanı Nahəvətdən fərqləndirir deyə cavab 1-dən 4. Cədvəldə verilən hadisələrdən hansıların yerlərini dəyişsək, xronoloji ardıcılığı düzgün müəyyən eləyərik. Məzdəkilərin başlaması nə vaxt? 481, yəni 5-ci əsr. 3-cü Mehmed Vasagan hakimiyyətə gəlir nə vaxt? 487-də, yəni 5-ci əsr. Mehranilər hakimiyyətə gəlib nə vaxt? 6-cı əsr, yəni 7-ci əsr daha doğrusu, yəni 629-cu ildə. Ərəblər tərəfindən Albaniya müstəqiliyinə son qoyulub nə vaxt? 8-ci əsrdə, yəni 705-ci ildə. Bəs Alban hökmdarı Cavanşir Xəzər xaqanlığı ilə nə vaxt müqavilə imzalayıb? O da 665 deyə Nigah diplomatiyası, yəni 7-ci əsrdə. İndi bəs xronologiyamızı düşsək, yəni daha doğrusu nələrin yerini dəyişməliyik? Bu məzdəkilər 481, Mehmed Vasagan 487. Burada ardıcılığı yaxşı gəlir. Albaniyada Mehranlərin hakimiyyətə gəlməsi 7-ci əsr. Burada ərəblər 8-ci əsrdir. Bu axırda olmalı idi. Alban hökmdarı Cavanşir Xəzərlə müqavilə bağlamağı 665.
Ona görə biz elə 4 ilə 5-in yerini dəyişək ki, uyğun gəlsin. Çünki bura qədər yaxşıdır ki, Mehranilər gəlir 629-da, Albaniya müstəqiliyinə son qoyur 705-də, Cavanşir Həzər Xaqanlıqla müqavilə 665-də, deməli 4 ilə 5-in yerini dəyişsək, ardıcıllıq düzgün gələrmiş. Cədvələ verilən hadisələrdən hansıların yerlərini dəyişsək, xronoloji ardıcılığı düzgün müəyyən etmək olar. Atropatena Sasanilər tərkibinə daxil edildi 3-cü əsrdə. 3-də. Parfiyanın varlığına son qoyuldu 3-cü əsrdə, yəni 226-da Sasanilər yaranması ilə Albaniyada Arşaklərin hakimiyyətə gəlməsi 1-ci əsrdə. Unayın Albaniyada hakimiyyətə gəlməsi 4-cü əsrdə. Albaniyanın paytaxtının Bərdəyə köçürülməsi 5-ci əsrdə, 2-ci Vaçenin dövründə. İndi ardıcılığı düzsək necə düzərik? Yəni, yerləri dəyişmək məsələsidir. Atropatena 227-də Sasanilər tərkibinə daxil olur. Arşakilər isə deməli 1-ci əsrdə idi. Ona görə 1 ilə 3-ün yerini dəyişsək, ardıcılıq necə olar? Məsələn, 1-ci əsr 3-dən başlayaraq Albaniyada Arşakilər hakimiyyətə gəlir, sonra Parfiyanın varlığına 226-da son qoyulur, sonra Atropatena 227-də Sasanilərdən asılı vəziyyətə düşür. Cavab olur 1-dən 3. 135-ci sualda Sasan şahı 1-ci Xosrov Bənşirovun hakimiyyət illəri üçün deyil xarakterikdir. Xosrov Bənşirovun 531-579-da hakimiyyətdə olub. Məzdəkilərin yatırılması isə 529-dur deyə biri atıram. Avropa Hun dövləti ilə sülh müqaviləsini imzalaması. Avropa Hun dövlətindən Avropa Hun dövləti 470-ci ildə artıq dağıldığına görə 2-ni atıram. Vergi yığan məmurların özbaşınalığına son qoyub. 3, bu düzdür. Çünki islahatlar keçmişdir. Azərbaycan ərazisini 4 iri canişinliyə bölmək yox. Azərbaycan yox, sırf Sasaniləri 4 iri canişinliyə bölüb, həmin canişinlərdən birinə də, məsələn, Şimal Qustaqlığına Azərbaycanı daxil eləmişdir. Hərbislər və kahinlər can vergisi olan cizyədən yox, gezitdən azad olunmuşdu. Ona görə yanlışdır. Cavab olur sadəcə 3. Amma kitabın arxasında 2-3 götürüb, ona görə kitabın arxası yanlışdır. Buna diqqətli olaq. Cədvəldə verilən hadisələrdən hansıların yerlərini dəyişsək, xronoloji ardıcılığı düzgün müəyyən etmək olar. Dizrab olur 371-ci ildə, yəni 4-cü əsrdə. Haylandır Hunların Albaniyaya soxulması isə 462-ci il, yəni 5-ci əsrdə. 2-ci Vaçenin Sasanilərə qarşı üsyan qaldırması da, deməli 457 deyək, bu da 5-ci əsrdədir. Məzdəkilər üsyanının başlanması olur 481-ci ildə, bu da 5-ci əsrdədir. Albaniyada 3-cü Mehmed Vasakanın hakimiyyətə gəlməsi, bu da 5-ci əsrdə, yəni 487-ci ildədir. İndi ardıcılığı düzməli olsaq, bizdə də burada Dizraf 371 düzdür. Haylandır Hunların Albaniyaya soxulması 462, 2-ci Vaçenin Sasanilərə üsyan qaldırması 457, 2 ilə 3-ün yerini dəyişsək, daha da düzgün olardı. Xronoloji ardıcılıq Sasani dövlətinin yaranması 3-cü əsr. Deməli, Məzdəkilər hərəkatının başlanması 5-ci əsr 481-dir. Deməli, 5-i də götürək 2-yə. Albaniya Dizraf döyüşündə itirdiyi torpaqların geri qaytarılması 387-ci ildə, yəni 4-cü əsrdə. Burada da ardıcılığı qursaq, birinci olar 1, sonra 3, sonra da 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Cavanşirin Albaniya dövlətində hakimiyyətə gəlməsi 642-ci il, yəni 7-ci əsrdə. Məzdəkilərin yatırılması deməli 529-sa 6-cı əsrdə. Albaniya Sasanilər tərəfindən ilk dəfə tabe edilməsi 3-cü əsrdə. Ardıcılığı qursaq, cavab olacaq birinci 3, sonra 2, sonra da 1. Dizraf döyüşü, Mehranlərin hakimiyyətinə son qoyulması, Amid döyüşü, Atropatena Sasanlərin tərkibinə qatılması. Burada ardıcılığı quranda 1-ci Atropatena Sasanlərin tərkibinə qatılır 227-ci ildə. Yəni, birinci götürək 4-dür. Amid döyüşü 359-cu ildə. Yəni, sonra götürək 3-ü. Dizraf 371-də, sonra götürək 1-i. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması isə 705-də, yəni 8-ci əsrdə, sonra da götürək 2-ni. Cavab olur 4, 3, 1, 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Azərbaycanda feodal münasibətləri yaranır 3-cü əsrdə. Onda birinci götürək elə 1-i. Dizraf döyüşü 371-ci ildə, ikinci olaraq götürək 2-ni. Deməli, məzdəklərin yatırılması 529-cu ildə 4-ü götürək. Mehranlərin hakimiyyətinə son qoyulması 705-ci il, yəni 8-ci əsr. Ən sonunda da 3-ü götürək. Cavab olur 1, 2, 4, 3. Xronoloji ardıcılığı müəyyənləşdirək. Urnayn Albaniya idarə etməyə başlayır 313-də. Elə birinci bunu götürək 1.
Sonra Amid olar. Amma bundan əvvəl hələ ki Atropatena Sasanilər tərəfindən tutulur. 3-cü əsr, yəni 227-də 3-ü birinci götürək. Sonra 1-i dedik. Urnar 313-də idarə etməyə başlayır. Sonra Amid döyüşü 359-cu ildədir 2-ni götürürəm. Dizrav da 371-dədir, ən sonunda 4-dür. Cavab olur 3, 1, 2, 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Maqneziya eramızdan əvvəl 190, Qavqamen eramızdan əvvəl 331. Onda birinci elə Qavqameni götürürəm. Çünki biri eramızdan əvvəl olanda, biri də eramız olanda. Təbii ki, eramızdan əvvəl olan daha da əvvəldir də. Maqneziya 190-dadır. Ondan sonra götürürük eramızdan əvvəl. Dizravla məzdəki eramızdadır. Dizrav 371-dədir, eramızın 371-ci ilində. Məzdəklərin yatırılması 529-dadır eramızın. Ona görə cavab olur 2, 1, 3, 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Albaniyada Mehranlilərin hakimiyyətə gəlməsi deməli neçənci ildir? 629-da. Sasanilər dövlətin yaranması ən əvvəldir. Birinci üçü götürürəm 226-cı ildə. Deməli sonra Məzdəklər hərəkatı başlanıb 481-ci ildə 2-ni götürərəm. Aqoin kilsəməsi 488-dədir 4-ü götürərəm. Albaniyada Mehranlilər hakimiyyətə gəldi 629-da. Cavab olur 3, 2, 4, 1. Xronoloji ardıcılığı müəyyənləşdirək. Aqoin kilsəməsi 488. Urnar Albaniyanı idarə etməyə başladı. 313. Birinci bunu götürürəm. 2. Sonra ikinci Vati Albaniyada daxili siyasətini dəyişir. Yezdə girdi öləndən sonra 457-də və atəşbəsdən imtina edib xristianlığı qəbul edir. 3-ü götürürəm. 457. Sonra deməli, burada Aqoin kilsəməsi 488-də 1-i götürürəm. Sasani dövlətinin süqutu isə 651-dədir. 4-ü götürürəm. Cavab olur 2, 3, 1, 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Deməli, Amid döyüşü var. Dizrav döyüşüdür bu Girdivan məsələsi. Bir də birinci Şapurun Albaniyanı Asvestə salması. Ən birinci götürərək 262-ci ildə Şapur Albaniyanı Asvestə saldı. Onda birinci 3-ü götürürəm. Sonra Amid döyüşündə 359-cu ildə Sasaninin tərkibində iştirak edib 1-i götürürəm. Sonda da Girdivan vilayəti Utisakışın Kot Girdivan Dizrav döyüşündə itirilir 371-ci ildə. Ona görə 2-ni götürürəm. 2. Sonunda da cavab olur 3, 1 və 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Xristianlığın Albaniyada dövlət dini elan olunması 313-cü ildə. Amma bundan daha əvvəl olan Atropatenada Sasanilər tərəfindən işğal olunur 227-də. Yəni birinci götürürəm 2-ni, 227-ci il. Sonra Albaniyada dövlət dini məsələsi 313-cü il. Yəni 1-i götürürəm. Ən sonda da Albaniya, Uti və Kot vilayətlərini itirdi 371 Dizrav döyüşündə. Cavab olur 2, 1 və 3. Xronoloji ardıcılığı yeni müəyyənləşdirək. Aqoin kilsəməsinin keçirilməsi 488, Amid döyüşü 359, Ktesifon Kadisidə 636-638-ci illər. Deməli, birinci götürürük nəyi? Amid döyüşü 359-da. Aqoin kilsəməsi 488-də. Kadisiya 636-da. Ktesifon da 637-38-ci illər. Yəni, cavab olur 2, 1, 4 və 3. Xronoloji ardıcılığı müəyyənləşdirək. Xristianlıq Albaniyada rəsmi din 313-də. Amma bundan əvvəl Albaniya Sasanilərin tərkibinə daxil edildi 262-də 3-ü götürürəm. Sonra Albaniyada rəsmi din məsələsi 313-cü ildə 1-i götürürəm. Sonra Amid döyüşü 359-da 4-ü götürürəm. Sonra da Dizrav 371-də 2-ni götürürəm. Cavab olur 3, 1, 4 və 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Mehranlilərin hakimiyyətinə son qoyulur 705-də, Aqoin 488-də, Məzdəkilərin baş çatması 529-da, Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi 226-da. Deməli, birinci götürərəm 4-ü, 226 olduğuna görə. Sonra, deməli, Aqoin kilsəməsi 488-də çağırılıb deyə 2-ni götürürəm. Məzdəkilər başa çatdı 529-da, 3-ü götürürəm. Sonda da Mehranlilərin hakimiyyətinə 705-də son qoyulur, 1-i götürürəm. Cavab olur 4, 2, 3, 1. Deyir ki, hakimiyyət dövründə Məzdəkilər hərəkatı yatırılmışdır. Birinci Qubadın. 1-ə D-ni götürürəm. Deməli, 6-cı əsrin ortalarında inzibati islahat keçirib Xosrov və Nüşaban. 2-yə B-ni götürürəm. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq edib 2-ci Vati 457-463-cü illərdə Y-ni götürürəm. Cavab olur 150-ci sualda 1D, 2B, 3-də Y. 151-ə baxaq. Deməli, 3-cü əsrin 2-ci yarısı, 4-cü əsrin 2-ci yarısı, 5-ci əsrin 1-ci yarısı. Sasani şahı 1-ci Şapur Rom ordusunun məğlubiyyətə uğratması 260-cı il. Yəni, 1-ə götürərəm A-nı. Albaniya dövlətinin Urnar tərəfindən idarə olunmağa başlaması 313-cü il. 4-cü əsrin
birinci yarısı olmalı idi. B-ni ümumiyyətlə atırıq, heç nəyə götürmürük. Roma İmperiyası tərəfindən Albaniyanın Uti vilayətinin işğal olması 371-ci il. Yəni 4-cü əsrin ikinci yarısı. C-ni götürürəm. Hökmdar Asuagi'nin Albaniya dövləti mədəni həyatına ciddi dəyişiklik etməsi 424-444-də hakimiyyət olub. 5-ci əsrin birinci yarısına düşür. D-ni götürərəm. Albaniyanın ilk dəfə Sasanilərin tərkibinə daxil edilməsi də 262-dədir. Yeni də götürdüm. Cavab olur 151-də 1A-Y, 2C, 3-də D. Birinci Qoçaq Vaçaqan və yaxud da Cəsur Vaçaqan, 3-cü Mömin Vaçaqan. Neyib? Ölkənin bütün vilayətlərini birləşdirib mərkəzləşmiş dövlət yaradan birinci Qoçaq Vaçaqan. Ölkədə dini birliyə nail olmaq üçün Aqrenda kilsə məclisi 3-cü Mömin Vaçaqan 488-də. Sasani şahı 1-ci Şapurla mübarizənin aparılması. 1-ci Şapurla mübarizə aparmışdı. 1-ci Vaçe, C-ni də atıram. Sasani şahı 2-ci Şapurla müttəfiq olması. Bu Urnayra aiddir. D-ni atıram. Haylandur Hunları ilə mübarizənin aparılması isə 2-ci Vaçeyə aiddir. Yeni də atıram. Cavab olur 1A, 2-də B. Albaniya dövləti 4-cü əsrin ikinci 10 ili, yəni 311-dən 320-yə qədərki illərdən söhbət gedir. 5-ci əsrin 50-ci illəri, 6-cı əsrin ilk 10 illiyi. 6-cı əsrin ilk 10 illiyi isə deməli 501-ci ildən 510-cu ilə qədərki tarixdən söhbət gedir. Albaniya Daşrakliya sayəsinin hakimiyyətinə son qoyulmuşdu 510-da. Yəni 6-cı əsrin ilk 10 illiyində 3-sə A-nı götürərəm. Sasanilərin hakimiyyətinə qarşı azadlıq mübarizəsi 457-ci il. B-ni götürərəm. Urnay tərəfindən idarə olunmağa başlanması 313-cü ildədir. Bunu da 1-ə götürərəm. Xristianlıq rəsmi dövlət dini elan olundu. Bunu da 1-ə götürərəm 313-cü il olduğuna görə. 2-ci Vaçe Haylandur Hunları ilə mübarizə aparıb 462-ci ildə. Bunu da heç birini götürmürəm. Cavab olur 153-cü sualda 1C, D, 2B, 3D A. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.